Köhnə Toyota sahibi olmaq istəyənlər yaxından əyləşin. Donatello layihəsinin növbəti gününə başladıq. Bugünün məqsədi yağ dəyişikliyi və tormoz sisteminin növbəti mərhələsi idi. Buna görə də əvvəlcə ehtiyat hissələri mağazasına yollandıq. Siyahıda tormozun əsas silindri, hava filtri, yağ və yağ filtri var idi. Lazım olanları aldıq və birbaşa ustanın yanına getdik. Amma köhnə maşın layihələrinin klassik qaydası var. Hər aldığın hissə uyğun olacaq deyə bir qayda yoxdur. Yoxlamadan sonra məlum oldu ki, yağ və yağ filtrindən başqa bütün hər şeyi geri qaytarmalıyıq. Donatello'nun yağını dəyişəndən sonra motor döyüş səsini dəyişdi. Sabah lazım olan detalları aldıqdan sonra yenidən usta yanına yaxınlaşacağıq. Addım-addım detallıqla Donatello bərpa olub səyahətlər üçün hazır olacaq. Hazırda gördüyümüz işlər kiçik görünə bilər, amma belə layihələr məhz bu detallardan başlayır.